Kir məsələsi həll olunub. Mən Pənah bəy üzr istəyirəm, biz o... Yox, mən dünən baxdım, Netanyahu yenə kir deyir. Biz, kirdən xoş gəlir onun. Bizim, deməli, Pişəvər hərəkatı dövrü. Kirin axırını görür, Yox, bilirsən. Görəsən, axırını bilirmi görəsən Netanyahu? Demokrat firqəsi nə ehtiyac vardı, eləmi? Ondan əvvəlki proseslərdə Müsavat Partiyası, orada yenə İran Demokrat Partiyası hərəkatı qurulmuşdu. Sonra TUDE, sonra nə bilim filan bu təşkilatlar. O tarixi dövrün tələbi idi. O dövr elə idi. Yəni o zaman burada bir Sovet sistemi var idi. Millət idi. Bəli. Təşkilatlanırdı. Və solçuluq. Təşkilatlarla vasitəsilə. Solçuluq, sağçılıq o dayaq, kömək axtarmaqla. Buradakı Azərbaycan məsələsi idi də, onları solçuluğa meylləndirən həm də. Bugün bu məsələ durmur. Bugün biz Güney Azərbaycanın soruşursunuz ki, hazırdırmı? Biz o cavaba, o suala cavab tapmaq üçün hansısa bizim tanıdığımız İsveçdə, Norveçdə, Bakıda, orada, burada yaşayan dostlarımızın, siyasətdən danışan qardaşlarımızın, güneylilərimizin fikrini əsasən müəyyənləşdirməyəcək. Yox, qətiyyən. Onlar orada deyil, onlar bizim qədər yaxındılar prosesə. Artıq dövlət var. Birinci Azərbaycan dövlət var. Pənah bəy doğru deyil. Bəli. Azərbaycan milli hərəkatının bu mərhələsində Elçi bəy necə vaxtında deyib ki, ən böyük nailiyyətimiz bu respublikadır. İndi biz ona oturduq. Amerika İsraildə oturub baza düzəldibsə, Səudi Ərəbistanında oturub baza düzəldibsə, Fransa, Rusiya, qeyrisi İranda Moğolanın içində oturub baza düzəldibsə, bizim də dövlətimiz var. Bu dövlətlə cənubdakı milli güc birləşsə, onun qabağından heç kəs şey eləyə bilməz. Biz burada bu barədə danışmışıq. Cənubdakı milli güc müəyyən o gerçəklikləri nəzərə alıb, siyasi tələbləri nəzərə alıb, rejimlə özünün arasında körpü yaradacaq bir şəxsin ətrafında bugün birləşir. Praktik olaraq deyib səsini verib ona. Hə, ondan narazıları var, onun rejimin tərəfdarı həm onun tərəfdarıdır, həm onun sözçüsüdür, həm rejimin içindən çıxıb. Gücü var yəni, rejimin xislətini bilir, rejimin mexanizmləri əlindədir. Tək milli təşkilatların eləyəcəyi iş deyil, qlobal böyük bir dövlət. Bizim başımıza gəlib bu şeylər. Yaşamışıq. Məğlubiyyətlər yaşamışıq hər şeydə. Molla rejimi, başda bax bu molla sistemi, cinayətkar bir təbəqədir orada. Milyonlarla insanın qanını tökmüş. Təbrizdə, Təbriz üsyanında 10 minlərlə insanın başına oyun açıb, qadınlarını, kişilərini, dahi olmazın zülmü faşist bir təşkilatda, belə deyək, faşist bir qaddır. İslamın düşməni, İslam dininin Yahudilərdən də, Xristiyanlardan da qat-qat çox düşmənçilik eləmiş bir qurumdur, bir təşkilatdır. Bu aydındır. Buna görə İranın bir çox adamları kənardan mən baxıram, müşahidə edirəm bu bombalara, bu ateşə haqqa qazandırırlar, sevinənlər var, filanlar var. Əslində amma bu sevinməsi bir şey deyil bu. Əksinə, olmaz belə bir şey. Yox, bu deyil. Hər baxımdan bu deyil və hansı təhlükələrlə gətirib çıxara biləcək, onu da dedim. Eyni zamanda sevinənləri anlayıram. Məsələnin həlli nədir? Məsələnin həlli bu cinayətkar təbəqənin artıq özünü ifşa elədi. Artıq çürük olduğu ortalıqdadır, əlbəttə ki. Bu adamlar heç öz təhlükəsizliklərini qoruyur. Yəni bir dövlətin, millətin taleyini onlar necə tapşırmalı? Hesablamalara görə bu adamlar ordunu gücləndirmək, hərbi proksiləri saxlamaq üçün gücləndirmək adı altında 16 trilyondan artıq pul siriblər. Nə deməkdir bu? 16 trilyon. Və bugün İran da səfalət içində yaşayır. Bu boyda, bu xərclərdən, bu illər boyu insanların o başına ip salıb, o küçələrdə o sözün o yəni mənəvi baxımından deyirəm, ip salıb sürüyən bu rejim axırda normal şəkildə səmasının bir hissəsini qorumaq qabiliyyətinin belə olmadığını nümayiş elətdirdi. Bunun yalnız əlində olan bir şey o uzaq vuran raketlərdir, o da dünyadır. Bütün dünyada həmən o supersonik, hipersonik raketlərin ən güclü
təcrübəli istehsalçı və başqa dövlətlər üçün gedib müqavilə ilə istehsal edən ölkə Fransadır. Onların buna verəcəyi yalnız bu olub. Bunlar nə hərbi hava hücumundan müdafiə sistemi qurmadılar. Nə dronları hamısı gör, nə dronlardır ki, gör bu budur. Bunlar nə tank qura bilmədilər. Tank T-72 ilə, nə bilim, filanla gəlirdilər də üstümüzə. Bu adamlar o 16 trilyon dollarının müqabilində hərbi multfilm çəkməyi öyrəndilər. Hərbi multfilm. Baxın, bu boyda xəyanət və bu boyda əzlaflıq olarmı bu İran dövləti xalqı üçün? Təbii ki, bu da süpürülüb atılmalıdır. Rəsmi, qanuni hakimiyyət kimi Pezeşkan qəbul olunmalıdır. İranın da Pezeşkan təhlükəsini təmin etməlidir. Edə bilmirsə, təhlükə varsa, mollalar burada daxildə hər hansı bir, deyək ki, təxribatlara yol verirsə, xarici qaba gücün qarşısına dura bilmirsə, region dövlətləri var. Azərbaycan var. Müraciət olmalı Azərbaycan. Əslində Paşa bəy. Biz orada bu dəngəni yaratmalıyıq ki, gələcək öz dövlətimizin də inkişaf, tək xalqımızın təhlükəsi öz yeridir. Dövlətimizin inkişafı. Azərbaycan olaraq biz inkişaf etmək üçün Türkiyə bu vahid siyasi iqtisadi zonaya inteqrasiya üçün o ərazinin təhlükəsi dövlət olması bizim üçün həyata əhəmiyyət kəsb edir. Yoxsa gəlib qulağımızın dibində yekə bir Ermənistan quracaqlar. Baxın, o olacaq Ermənistan. Paşa, başqa bir variant da var. Əgər orada daxili qırğın, xaos, ayrı-ayrı millətlərin, xalqların silahlanıb, bir-birinin qırması prosesi başlayanda biz yenə burada seyirci qala bilməyiz. Biz burada danışmayacaq. Onun bir cüda yenə gəlib bizə toxunacaq. Qardaş, Təbrizdə düşən hər bomba Bakıya düşmüş kimidir. Heç biz bilmirik o. Mən başa düşürəm, baxıram, görürəm ki, hərbi obyektlərə düşür də, binalara düşmür, dinc əhalini vurulmur, şükür Allaha. Buna baxın, biz onu bilmirik ki, biz bilirik Təbrizə bomba düşdü, Təbriz yanır, bu bizim ürəyimiz yanır. Yəni orada 2 nəfər ölübsə də yenə bizim adamımızdır. Bu Təbriz Azərbaycanın paytaxtıdır. Azərbaycan şəhəri deyil. Təbriz Azərbaycanın paytaxtıdır. Bakı bizə bu qədər doğmadır. Təbriz deyəndə qanımız qaynayır. 107 ildir paytaxtımızdır. 107 ildir. Təbriz bizim 5000 il paytaxtımız olub. Təbrizin sahibi kim olub, Azərbaycanın sahibi olub. Təbriz Azərbaycanın simvoludur, rəmzidir. Bizim şairlərimiz, fikir adamlarımız, siyasi mərkəzimiz. Azərbaycanda yeganə bir şəhər var ki, onun adını insanlar öz övladlarına qoyur. Bu Təbrizdir. Nə Həmədan adı qoymur heç kim, nə Ərdəbil adı qoymur, nə Bakı adı qoymur, nə Şamaxı. Amma Təbrizi hamı qoyur, övladına.